Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMAŞM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanova. Biz bugün sizlə sintaktik əlaqələr bölməsi haqqında danışırıq. Yəni bu sintaktik əlaqələr nədir? Nələri başa düşməliyik? Hansı hissələrə diqqət etməliyik? Bu kimi xüsusiyyətlərə nəzər salaq. Sözlər bilirsiniz ki, söz birləşmələri və cümlələr olaraq qruplaşır. Və biz söz birləşmələrini əmələ gətirmək üçün sözləri uşaqlar həm məna, həm də qrammatik cəhətdən, yəni sintaktik cəhətdən əlaqələndirməliyik. Deməli, hansı cəhətlərdən? Məna və sintaktik. Yəni, bu iki bağlılığın olması ən əsas, ən vacib şərtdir. Bu iki bağlılıq olmasa, bizim sözlərimiz nə birləşmələr şəklində, nə də ki, cümlələr şəklində birləşə bilməz. Bəs nədir bunlar? Mənalarını açaq. Məna əlaqəsi dedikdə, əşyalar və onların xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Deyərsiniz ki, müəllim, bu nə deməkdir? Başa düşmədik bunu. Yəni, mən sizin nümunələr üzərində izahat verim. 2 nümunə yazıram, hər birimizin bildiyimiz bir nümunə. Sıx meşə. Uşaqlar, sıx meşə, bir də yazıram. Sıx kitab. Aha, sıx meşə və sıx kitab. Uşaqlar, meşə sıx ola bilər də. Gözümüzün qarşısına gətiririk, ağacların sıx-sıx yerləşdiyi bir ərazi. Sıx meşə. Deməli, belə bir ifadə işlənə bilər. Amma bizim vərəqlərimiz, səhifələrimiz nə qədər çox olsa da, biz ona sıx kitab deyə bilmərik. Biz ona nə deməliyik? Qalın kitab. Qalın kitab. Deməli, burada yerində işlənmədiyini gördük. Sıx meşədə məna cəhətdən əlaqələmənin şahidi olduq. Amma sıx kitabda məna əlaqəsini görə bilmədik. Məna cəhətdən uyğunlaşmadı. Qalın kitab qoysaydım, mənim əlaqəm bərpa olunardı. Amma burada məna əlaqəm yoxdur. Hər ikisində sintaktik bağlılıq var. Sintaktik əlaqə var, o öz yerində. Amma məna əlaqəsi də vacib şərtlərdən biridir. Bu məsələ ümid edirəm ki, aydınlaşdı. İkinci sintaktik əlaqəyə keçək. Sintaktik əlaqə nədir uşaqlar? Söz birləşməsi və cümlədəki olan qrammatik bağlılıq nəzərdə tutulur. Deməli, burada nədir? Qrammatik bağlılıq. Bilirik ki, biz cümlələr, birləşmələr qrammatik bağlılıq olmadan əmələ gələ bilməz. Onlar arasında mütləq şəkildə qrammatik cəhətdən də əlaqələnmə olmalıdır. Biz buna sintaktik bağlılıq deyirik. Sintaktik əlaqənin də öz növbəsində 2 növü var uşaqlar. Tabesizlik və tabelilik. Yazaq. Birincisi tabesiz. İkinci növü isə tabelilik. Tabelilik əlaqəsi. Biz bu ikisinin haqqında da danışacağıq bugün. Hansılardır? Necədir onlar? Onların üzərində də müəyyən qədər açıqlama verməyə çalışacağım. Keçək indi əlaqələrin növlərini bir-bir müəyyən edək. Əvvəlcə buranı təmizləyək. Qeydlərimizi götürdüksə və sonra keçək hər biri haqqında müəyyən qədər fikirlər yazmaq. Başlayaq uşaqlar sizlə tabesizlik əlaqəsindən. Nədir tabesizlik əlaqəsi? Tabesizlik əlaqəsinin tərifi belədir. Qrammatik cəhətdən bərabər hüquqlu sözlər və cümlələr arasında olur. Deməli, bizim əsas sözümüz, əsas fikrimiz nədir? Bərabər hüquqlu. Bərabər hüquqlu. Bərabər hüquqlu sözlər və cümlələr arasında olur. Bəs nədir bərabər hüquqlu? Yəni, o deməkdir ki, eyni suala cavab versin, eyni cümlə üzvü ilə bağlı olsun, eyni cümlə üzvü olsun, eyni suala cavab versin, eyni sintaktik vəzifəni daşısın. Bu kimi xüsusiyyətləri biz bərabər hüquqlularda görə bilərik. Gələcək dərslərimizdə bunu həmcinslər olaraq da aydınlaşdıracaq, həmcinslər olaraq da yanaşacaq bu məsələyə. İndi ilk öncə tabesizlik əlaqəsindən danışaq hələ. Tabesizlik əlaqəsi dediyimiz kimi bərabər hüquqlu sözlər eyni zamanda cümlələr arasında, yuxarıdakı sözlər arasında, cümlələr arasında da ola bilər. Bu sözlər idi. Burada isə cümlələrdir. Onu da tabesiz mürəkkəb cümlələrdə aydınlaşdıracaq sizlə bərabər hüquqluluğu, yəni bir-birinə tabi olmur.
biri digərini aydınlaşdırmır. Hər biri bir-birinə nisbətdə bərabər hüquqludur. Məsələn, nümunə deyirəm sizə. Deyirəm ki, o bağçadan ətirli, gözəl, rəngbərəng çiçəklər dərdi. Nümunə olaraq yazaq. O bağçadan ətirli, rəngbərəng çiçəklər dərdi. Dərdi. Kim? O. Haradan? Bağçadan. Ya sadəcə dalğalı xəttim səhv getdi, yer zəpliyi kimi. Nəyi dərdi uşaqlar? Çiçəkləri dərdi. Hansı çiçəkləri? Ətirli. Hansı? Rəngbərəng. Görürsünüz, hər ikisi bu çiçək sözündən əlaqədədir. Hər ikisi çiçək sözünə izah edir, aydınlaşdırır. Arasında sadalamadır. Vergül işarəsindən istifadə eləmişəm. Demək, mən nəzərdə tutduğum nədir? Tabesizlik əlaqəsidir. Ətirli, rəngbərəng, gözəl, bunların hər birini verə bilərəm. Buna biz nə deyəcəyik? Buna biz tabesizlik əlaqəsi deyəcəyik. Və yaxud da başqa bir nümunəni aydınlaşdırıram. Deyir ki, Ümid atasını, anasını, bacısını gəzintiyə apardı. Gəzintiyə aparıb. Kim aparıb Ümid? Kim apardı? Ata, ana və bacısını. Gördünüz, burada yenə də mən sadalamadan istifadə elədim. Vergüllərdən istifadə eləyə bilərəm. Həmcinslərin arasında. Yəni, həmcins deməyək, bərabər hüquqlu sözlərin arasında. Eyni zamanda tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları. Bunlardan istifadə edə bilərəm. Görə bilərəm mən bu tabesizlik əlaqəsinin içərisində. Məsələn, deyirəm ki, Arzu və Nihat birlikdə dərsə getdilər. Getdilər. Xəbərimiz cəmdədir. Kim getdi? Arzu. Kim getdi? Nihat. Arzu və Nihat burada bizim və bağlayıcısı ilə bağlanan, deməli, vəni gördük dediyimiz nümunədə və bağlayıcısı ilə bağlanan bərabər hüquqlu sözlərimizdir. Nə götürəcəyik? Tabesizlik əlaqəsi götürəcəyik. Və yaxud da tabesizlik əlaqəsinə başqa bir nümunə deyək. Hava sakit və təmiz. Göy ulduzlu və parlaq idi. Ulduzlu və parlaq idi. Nə? Göy. Sakit və təmiz idi. Nə? Hava. Burada artıq biz bərabər hüquqlu cümlələrdən şahid olduq. Yəni, tabesiz mürəkkəb cümlənin şahid olduq. Bir-birinə nisbətdə bir-birinə tabe olmurlar. Bərabər hüquqludular. Eyni yəni funksiyanı daşıyırlar. Biri digərini aslı vəziyyətdə deyil. Hər birinin özünün sərbəst bir vəzifəsi var. Eyni zamanda hava sakit və təmizdir. Sakit və təmizin arasında da həmcinslik özünü göstərdi. Demək, biz burada həm cümlələr arasında, həm sözlər arasında olan tabesizlik əlaqəsindən danışa bilərik. Başqa bir nümunəni göstərə bilərik. Deyir ki, müəllimlər və şagirdlər səbirsizliklə imtahan gününü gözləyirdi. Kim? Müəllimlər. Kim? Şagirdlər. Məsələn. Biraz səliqəli yazaq. Müəllimlər və şagirdlər. Cümləni tamamlamıram. Deməli, səbirsizliklə imtahan gününü gözləyirdi. Kim gözlərmiş uşaqlar? Müəllimlər. Kim gözlərmiş? Şagirdlər. Deməli, ayrı-ayrıdır. Müəllimlər də kim sualına cavab verdi? Şagirdlər də. Arasında və bağlayıcısından istifadə elədim. Hansı əlaqədən danışacağım? Tabesizlik əlaqəsindən. Bunları aydınlaşdırdı uşaqlar. Daha sonra bir məqamda xatırlatmaq istəyirəm. Bunu da qeyd olaraq götürsək çox yaxşı olar. Hansıdır məqamımız? Hansını deyə bilərik bunun haqqında? Tabesizlik əlaqəsində tərəflər intonasiya, eyni zamanda intonasiya və tabesizlik bağlayıcıları ilə bağlana bilər.
Yəni həm tək intonasiyanı görə bilərik, həm də ki, intonasiya ilə yanaşı tabesli bağlayıcılarının da olması yuxarıda dediyimiz fikrin bir qədər dəqiqləşmiş şəklini təqdim elədi. Bu bizim tabesli əlaqəmiz idi. Tabesli əlaqəsindən sonra keçirik nəyə? Tabelli əlaqəsi. Tabelli əlaqəsində sözlər biri digərinə tabe olur, onu izah edir, onu aydınlaşdırır. Bunun da özünün üç növü var uşaqlar. Uzlaşma, idarə, yanaşma. Biz ən çox bugün nədən danışırıq? Uzlaşma əlaqəsi. Aha, uzlaşma əlaqəsi nədir uşaqlar? Əsas tərəfin tələbi ilə aslı tərəfin onunla şəxsə və kəmiyyətə görə uzlaşmasına, uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir. Nə yadımızda qaldı? Şəxs və kəmiyyət. Deməli, bu şəxsə, kəmiyyətə görə. Bir saniyə. Aha, deməli, bu şəxsə və kəmiyyətə görə uyğunlaşır. Şəxsə və kəmiyyətə görə uyğunlaşma olur. Göstəriciləri kiminə götürə bilərik uşaqlar uzlaşmanı? Xəbərli şəkilçisi, bir dənə mənsubiyyət şəkilçiləri uşaqlar. Aha, xəbərlik və mənsubiyyət şəkilçiləri bunun göstəricisidir. Həmişə bir məqamı yadınızda saxlayın. Biz göstərici dediyimiz anlayış göstərici, yəni şəkilçi. Həmişə və həmişə aslı tərəfdə özünü göstərir. Yəni, biz göstəricini harda görəcəyik? Aslı tərəfdə. Uzlaşmanın göstəricisi hansıdır? Xəbərlik şəkilçisi, mənsubiyyət şəkilçisi. Göstəricimiz aslı tərəfdə öz əksini tapır. Uzlaşmada bir qədər fərqli mənadır. Biz söz birləşmələri haqqında sizlə danışanda bir başqa cür demişdik. Demişdik ki, birinci tərəf aslı, ikinci tərəf isə əsas tərəfimizdir. Uzlaşmada bir qədər fərqli yanaşırıq. Söz birləşmələri arasında ola bilər uzlaşma, bir də ki, mübtada və xəbər arasında ola bilər uzlaşma. Gəlin söz birləşmələri haqqında danışaq. Deməli, söz birləşmələrindəki nümunələri göstərək. Məsələn, yazıram. Məktəb yolu. Bir də deyirəm ki, pəncərənin şüşəsi. Aha, məktəb yolu və pəncərənin şüşəsi. Bizdə yol, ı, şüşə, s, mənsubiyyətləri gördük. Demişdik, uzlaşmanın göstəricisi nədir? Şəxs, xəbərlik, bir də mənsubiyyətlər. Göstərici harda ola bilər? Aslı tərəfimizdə. Demək, bizim aslı tərəfimiz hansıdır? İkinci sözlər. Əsas tərəfimiz hansıdır? Birinci sözlər. Əsas tərəf və aslı tərəf olaraq qruplaşdırırıq. Göstərici dedik ki, həmişə bizim aslı tərəfimizdə özünü göstərir. Mənsubiyyət şəkilçisi həm ikinci növdən söz birləşməsi, həm də üçüncü növ birləşmədə özünü göstərə bildi. Demək, əsas aslı tərəfin yerinin dəyişdiyinin şahid olduğu uzlaşma əlaqəsində. Daha sonra uşaqlar, uzlaşma əlaqəsi mübtada xəbər arasında da özünü göstərə bilir. Onun göstəricisi bəs hansı idi? Onun göstəricisi şəxs xəbərlik şəkilçiləri idi. Ona da nəzər yetirək, onun haqqında da danışaq. Şəxs xəbərlik şəkilçilərindən necə düzəlir? Məsələn, yazıram ki, nümunə yazaq bir dənə. Tutalım. Aynur, məsələn, eləsini yazmaq istəyirəm ki, sən dərsini oxuyursan, aha. Demək, bizim olacaq, oxuyursan. Kim? Sən. Aynura dəmirik. Aynur bizim xitabımızdır. Yəni, xitabla cümlə üzvünün qrammatik cəhddən əlaqələnməsindən danışmırıq. O soranın məsələsidir, Aynuru çıxardırıq burada. Bizim mübtədamız nədir? Sən. Oxuyursan, kimsən? Aslı tərəfim hansı olacaq uşaqlar? Aslı, burada nə olacaq? Əsas. Yadımızda saxlayırıq. Mübtada cümlənin
ən sərbəst üzvüdür. Heç bir üzvlə bağlılıq, yəni aslı cəhətdən heç bir üzvə tabe olmur, heç bir üzvdən aslı vəzifə düşmür. Amma digər üzvləri xəbəri, eyni zamanda təyini özündən asılı vəzifə sala bilir. Oxuyursan, kim? Sən. Gördük ki, xəbər bizim aslı tərəfimiz, mübtəda isə əsas tərəfimizdir. Sən oxuyursan, arasında uzlaşma əlaqəsi var və yaxud da deyirəm, mən müəlliməm. Müəlliməm. Kim? Mən. Şəxs xəbərli şəkilçisini gördük. Demək nə deyəcək? Uzlaşma əlaqəsi var. Mübtədanın və xəbərin arasında əsas, aslı. Xəbər həmişə aslı, mübtəda həmişə əsas tərəf kimi çıxış edəcək. Yəqin ki, bunu da başa düşdük. Bu da bizim üçün aydın oldu. Mübtəda əsas, xəbər aslı tərəfdir. Bizim cümlə üzvləri arasında olan uzlaşma əlaqəmiz bu baxımdan davam edəcək. Dediyimiz kimi göstərici həmişə və həmişə aslı tərəfin üzərində olur. Və siz deyə bilərsiniz ki, müəllim, həmişə şəxs xəbərli şəkilçisini görürük biz. Bəs elə ola bilərmi ki, şəxs xəbərli şəkilçisi olmasın? Niyə olmur? Ola bilər. Məsələn, deyirəm, o gedir. Bəs biz bu halda danışırıqmı uzlaşmadan? Əlbəttə ki, danışırıq. Niyə danışmayaq? Gedir və yaxud da getdi. Nə olacaqdı burada? Mənim xəbərim. O, mənim mübtədam olacaqdı. Mübtəda xəbər arasında uzlaşma əlaqəsi var. Şəxs xəbərli özünü göstəribmi? Xeyr, şəkilçi olaraq göstərməyib. Getmək sözün kökü zaman şəkilçisi. Yəni biz burada şəxs xəbərli şəkilçisini görmürük. Daha sonra uşaqlar, uzlaşma əlaqəsində kəmiyyətə görə mübtəda və xəbərin uzlaşması məsələsi var. Bir şey yadımızda saxlayaq həmişə. Biz mübtədada lar-lər şəkilçisini görürüksə, xəbərdə də öz əksini tapmalıdır. Məsələn, uşaqlar, gördüm mən lar-ləri. Nə yazaq bunu? Oyna. Uşaqlar oynadılar. Uşaqlar oynadılar. Gördünüz, mübtədada mən ları görmüşəm. Xəbərdə də öz əksini tapmalıdır. Və yaxud da deyirəm, uşaq sevindi. Kim uşaq? Gördünüz ki, cəm şəkilçisi görmədiyimə görə xəbərdə də cəmlik öz əksini tapmalıdır. Bəs deyə bilərsiniz ki, müəllim, bizim mübtədamız bəzi hallarda söz birləşməsi də ola bilər. Onda necə eləyəcəyik? Baxırıq. Aha, gəldi. Kim? Qonaqların hamısı. Gördük ki, bizim aslı tərəfimizdə söz birləşməsindən söhbət gedir. Uzlaşma ilə qaçışdırmırıq birləşməni. Aslı tərəfimizdə lar-lər var. Əsas tərəfimizdə isə lar-lər yoxdur. Demək, biz necə eləyəcəyik? Əsas tərəfə uyğunlaşdırırıq. Əsas tərəf təkdədirsə, xəbərim təkdə olmalıdır. Əsas tərəf cəmdə olarsa, xəbərim cəmdə olmalıdır. Yəni, bu şəkildə davam edirik. Söz birləşməsində biz əsas tərəfə baxırıq. Əsas tərəflə uzlaşdırırıq. Əsas tərəf cəmdədir, xəbər cəmdə, təkdədirsə xəbər təkdə olur. Bu şəkildə yadımızda saxlayırıq. Yəni, uzlaşma əlaqəsi nədir? Biz mübtədada lar-lər şəkilçisi gördüksə, canlı da ola bilər, cansız da ola bilər, heyvan da ola bilər, hər bir şey ola bilər. Xəbərdə görməliyik həmin lar-ləri. Yəni, bu onların kəmiyyətcə uzlaşmasıdır, uyğunlaşmasıdır. Əgər mübtədada lar-lər yoxdursa, cəmlik yoxdursa, xəbərdə də əksini tapmamalıdır. Söz birləşməsindən ifadə olunanda isə əsas tərəfə uyğun olaraq baxmalıyam. Əsas tərəf təkdədir, xəbərim təkdə, əsas tərəf cəmdədir, xəbərim cəmdə olmalıdır. Yəqin ki, bu məsələni də aydınlaşdıra bildik. Demək olar ki, kəmiyyətə görə pozulmanın biz tez-tez şahidi oluruq, amma şəxsə görə pozulma çox nadir hallarda qarşımıza çıxa bilər. Hansı halda olacaqdır uşaqlar? Əgər ki, bizim şəxsə görə pozulmamız əlavə ilə xəbər arasında, bu gələcək dərslərimizin mövzusudur. Məsələn, deyirəm ki, biz
11-ci sinif şagirdləri uğur qazanacaq. Biz uğur qazanacağıq. Gördünüz, bizlə uzlaşdı uğur qazanmaq. Artıq 11-ci sinif şagirdləri onunla uzlaşmadı. Demək, xəbər mübtəda əlavəli işləndikdə əlavə ilə xəbər arasında uzlaşma pozula bilər. Və bir də ki, uşaqlar xəbərin şəxs əvəzliyi ilə ifadə olunanda. Məsələn, deyir ki, gələn mənəm. Mənəm. Kim? Gələn. Gələn neçənci şəxsdədir uşaqlar? 3. Mən. 1. Gördünüz şəxsə görə pozulmanı? Bu, bəzi nümunələrdə qarşımıza çıxa bilər. Yəni, yadımızda qalsın. 1. Dediyimiz kimi, uzlaşma şəxsə görə pozula bilir. Əlavə ilə xəbər arasında. Bir də bu dediyimiz nümunələr. Xəbərimiz şəxs əvəzlikləri ilə ifadə olunduğu nümunələrdir. Yəqin ki, bu haqda artıq ətraflı şəkildə məlumat aldıq.